Etdiyim norma suallarındandır. İştək malı əyərlər, tənbəlini söyərlər. Öküz cütə getməsə, qaşqasına döyərlər. Hansı norma və yaxud da normalar pozulub? Fonetik norma aydın məsələdir. Burada əyərlər, söyərlər, döyərlər. Yəni tələffüz şəklində yazılıbsa, transkripsiyada yoxdursa, deməli bu orfoqrafik normanın və yaxud da fonetik normanın pozuntusudur. Başqa norma pozuntusu varmı? Leksik yoxdur. Hətta bu obrazlıq olsaydı belə biz onu götürməyəcəkdik. Çünki bədii nümunədir. Bir dənə inversiyanı demişdik ki, götürürük. Yəni bədii təsvir ifadə vasitələrindən bir dənə inversiya norma pozuntusu götürülür. İndi onun götürülüb götürülməməsi məsələsi də ayrıca bir müzakirə mövzusudur, amma hazırki imtahanlara görə götürülür. Bəs burada inversiya varmı? İnversiyada görmürük. Əyərlər, söyərlər, döyərlər. Deməli, burada təkcə fonetik norma pozulub. Burada amma bir dənə də məsələ var. Burada bir dənə də hərf səhv gedib. O artıq yəni sualın şərtinə görə deyil, norma pozuntusuna görə deyil. Ümumiyyətlə sözün tamamilə mənası dəyişib o hərfin səhv getməsi ilə. Siz də saxlayın, baxın, görün hansı hərfdir bu. Hansı sözdə problem görürsünüz. Və biz izahı demədən kim bunu sezdisə və düzəldə bildisə, kommentdə qeyd eləsin. Və indi baxaq görək nədədir problem. Fikir verin ilk misradakı sonuncu sözə. İşlək malı əyərlər. İşlək malı niyə əysinlər ki? Və özdəki burada mal dedikdə hər hansı bir cansız əşyadan və yaxud da maliyyə kapitalından, puldan söhbət getmir. Yəni məzmuna baxanda görürük ki, öküzdən söhbət gedir. Yəni işlək öküzü niyə əyirlər ki? Və biz bu qafiyəyə də baxanda və məzmuna da baxanda görürük ki, düzdür, əymək söz də söymək, döyməklə hardasa qafiyə ən axırı düz gəlir. Amma biz görürük ki, burada əslində əyərlər yox, öyərlər olmalıdır. Öyərlər. Yəni, baxın, indi bir dənə hərfin dəyişməsi ilə hər şey necə yerinə oturur. İşlək malı öyərlər, tənbəlini söyərlər. Öküz cütə getməsə, qaşqasına döyərlər. Baxın, belə bir dənə hərfin dəyişməsi ilə bütün məzmun dəyişir. Sadəcə problem ondadır ki, biz istər filoloqlar olaraq, müəllimlər olaraq, istər şagirdlər olaraq o qədər testə köklənirik, o qədər cavaba köklənirik ki, oradakı məzmun bizə heç maraqlı deyil. Heç bir nəfər demir ki, bu əyərlərin burada nə işi var? İndi səhvdir də, hərf səhvidir, ola bilər. Bəlkə də onu oraya yazan adam heç hərf səhvi eləməyib, söz səhvi eləyib, fikirləşib.